Salam, hörmətli müəllimlər. Bugün biz sizinlə məktəbəqədər təhsil kurikulumunun, məktəbəqədər təhsilin birinci mövzusu olan inkişaf sahələri haqqında, inkişaf sahələrinin xarakteristikası haqqında və xüsusən də fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi haqqında danışacağıq. Bugün bu mövzunun izahını verəcəyik, detallı şəkildə, aydın şəkildə, heç bir qaranlıq məqam qalmadan və mən çalışacağam ki, öncə biz bilirsiniz ki, məktəbəqədər təhsil kurikulumunda 4 inkişaf sahəsi var və onlardan birincisi də fiziki inkişaf sahəsidir. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi. Dərslərimizdə biz inkişaf sahələrini bir-bir öyrənəcəyik. Birinci elə fiziki inkişaf sahəsindən başlayacağıq. Çünki bilirsiniz ki, məktəbəqədər təhsil müəssisəsinə qədəm qoyandan uşaqları biz kurikuluma görə 4 inkişaf sahəsi üzrə, 4 məzmun xətti üzrə inkişaf etdirməliyik tərbiyəçi müəllim olaraq və onlardan birincisi də fiziki inkişaf sahəsidir. Hər bir inkişaf sahəsini ayrı-ayrılıqda mən sizə izah edəcəyəm. Ayrı-ayrılıqda detallı şəkildə izahlar olacaq və daha sonra həmin inkişaf sahələri üzrə alt standartlara baxacağıq. Amma izaha keçməzdən öncə mən istəyirəm ki, sizə bizim MİQ və sertifikasiya imtahanları haqqında, imtahanlarına hazırlaşmaq haqqında kursumuzun gedişatı barədə məlumat verim. Belə ki, onlayn dərslərə qeydiyyat davam eləyir. Dərslərimiz həftədə 2 dəfə 1 saat yarım olmaqla təşkil olunur. Hər qrupda mən çalışıram ki, iştirakçı sayını kifayət qədər az tutaq. Çünki hamıya xüsusi diqqət ayırmağı nəzərdə tuturam və onu da qeyd edeyim ki, bu kurs MİQ və sertifikasiya imtahanına hazırlaşan və müəllim olmaq istəyən, məktəbəqədər təhsil müəssisələrində işləmək arzusunda olan hər kəs üçün nəzərdə tutulub və yaxud məktəbəqədər təhsil müəssisəsində siz artıq müəllim olaraq çalışırsınızsa və özünüzü təkmilləşdirmək istəyirsinizsə, bu izahlara baxa bilərsiniz və bugündən etibarən də bütün mövzular sistemli, ardıcıl şəkildə detallı olaraq YouTube səhifəmə yüklənəcək. Özüm haqqında onu məlumat verim ki, mən Çimnaz Şıxverciyeva hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabah qruplarında məktəbəqədər təhsil fakültəsində tədris eləyirəm, dərsləyirəm. Universitetdə tərbiyəçi müəllimin pedaqoji ustalığı və sosial-emosional öyrənmə fənlərini tədris edirəm və bugün sizə gələcək müəllimlər olaraq hazırladığım onlayn kursun ilk dərsini təqdim edəcəm. İzləyə bilərsiniz və onu da qeyd edeyim ki, bizim dərslərimiz həftədə 2 dəfə olmaqla keçirilir. Hər dərs 1 saat 30 dəqiqə olaraq təşkil olunacaq. Onlayn və interaktiv şəkildə təşkil edəcəyik dərslərimizi qruplarda. Kiçik qrup formatında olacaq və hər kəsə ayrıca diqqət ayıracağıq həmin dərslərimiz müddətində. Sakit, rahat və sual verməyə açıq bir mühitdə dərslərimiz planlaşdırılır. Və siz bu dərslərdən, bu dərsləri izləməklə, bu dərslərə qoşulmaqla nə əldə edəcəksiniz? Burada mövzular sıfırdan sadə dillə izah olunur. PDF və testlər aydın və məqsədyönlü şəkildə hazırlanıb. Dərslər qısa, yadda qalan və yorucu deyil ən əsası. Sual vermək üçün tam rahat və konfidensial, yəni rahat bir mühit var. Kursun strukturu, xüsusilə onu qeyd eləmək istəyirəm ki, sistemli və ardıcıldır. Hardan başlayıb hara gedəcəyinizi əlbəttə ki, bilirsiniz. Mövzular bir-birinə qarışmır. Bir mövzunu tam anlamadan digərinə keçmirik və ən əsası mən sizə müəllim yox, bir həmkar kimi yanaşıram. Onu da qeyd edeyim ki, bura bizim bir öyrənmə icmamızdır və dərslər sizi yormayan, qorxutmayan, dəstək olan bir yanaşma ilə keçirilir. Dərslərə qeydiyyat üçün, onlayn dərslərimizə qeydiyyat üçün mənə WhatsApp üzərindən yaza bilərsiniz. WhatsApp nömrəmiz 055 933 55 75-dir. Və bununla yanaşı mənim Instagram səhifəmi və YouTube kanalımı da izləməklə siz hər həftə ardıcıl olaraq yüklənən ödənişsiz izahlardan yararlana bilərsiniz. Gəlin beləcə başlayaq, bir yerdə öyrənək, özümüzə inamla, dəstək olaraq və yorulmadan. Birinci mövzumuz, bilirsiniz ki, məktəbəqədər təhsilin məzmunu, məktəbəqədər təhsilin kurikulumunda inkişaf sahələri olaraq qarşımıza çıxır və inkişaf sahələrinin xarakteristikası ilə biz tanış olacağıq və ilk mövzumuz da
qeyd elədiyim kimi fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsidir. Məktəbəqədər təhsil kurikulumunda həmin sənəddə qeyd olunub ki, məktəbəqədər yaşlı uşaqların inkişafı 4 inkişaf sahəsi üzrə müəyyən olunur. Birincisi, uşaqları biz fiziki cəhətdən inkişaf etdirməliyik, yəni birinci fiziki inkişaf gəlir. İkincisi, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik və yaradıcı inkişaf, eləcə də sosial, emosional inkişaf. Gəlin elə başlayaq fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik məktəbəqədər yaş dövründə sağlamlığın, hərtərəfli hazırlığın, hərəki hazırlığın, ahəngdar fiziki inkişafın əsasını təşkil edir və məktəbəqədər yaş dövründə qoyulur bu təməl. Eləcə də bu dövrdə düzgün təşkil edilmiş fiziki inkişaf uşaqda yaxşı bədən quruluşunun formalaşmasına, orqanizmin möhkəmlənməsinə, daxili orqanların fəaliyyətinin yaxşılaşmasına kömək eləyir, yaxşılaşmasına imkan yaradır və sağlamlığın qorunması, möhkəmləndirilməsi, həmçinin sanitar-gigiyenik qulluğun təminatı da bura daxildir. Sağlamlaşdırıcı tədbirlərin keçirilməsi də bura daxildir. Yəni birinci inkişaf sahəsinə. Sağlamlaşdırıcı tədbirlər deyəndə biz əsasən nəyi nəzərdə tuturuq? Hava, günəş və sudan geniş və düzgün istifadə. Eləcə də rasional qidalanmanın, gimnastikanın, düzgün gün rejiminin təşkili də bura daxildir həmçinin. Düzgün gün rejimi dedikdə, rutinlər dedikdə biz nəyi nəzərdə tuturuq? Yuxu, asudə vaxt, təlim prosesi, yəni bizim təşkil elədiyimiz məşğələlər. Həmçinin də fiziki aktivlik bura daxildir. Uşaqların sağlam həyat tərzi keçirmələrini təmin edir bu fiziki inkişaf sahəsi, buna xidmət edir bu məzmun xətti və fiziki inkişafa böyük, kiçik və hissi, sensor motor hərəkətlərinin inkişafı daxildir. Böyük motor, kiçik motor və sensor inkişaf. Sensor inkişafa, sensor motor hərəkətlərinə daha doğrusu hissi hərəkətlər də deyirlər. Sensor hissi deməkdir, yəni hissiyatla bağlı olan. Təhlükə və çətinliklərə hazırlıq, yol hərəkəti qaydaları, ekstremal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında da ilkin, ən birinci təməl bacarıqlar və təsəvvürlər elə bu dövrdə bu fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinin alt standartları əsasında, yəni bizə göstərdiyi yol əsasında, bizə verdiyi ideyalar, fikirlər əsasında biz formalaşdırırıq və məişətdə ehtiyatlı olmaq, küçədə mədəni davranmaq, təbii hadisələr, yanğın zamanı vəziyyətdən çıxmaq qaydalarının mənimsənilməsinə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi xidmət eləyir. İndi gəlin bu məktəbəqədər təhsil kurikulumunda göstərilən həmin sənəddə göstərilən bu hissəni daha detallı şəkildə, yadda qalan formada, cədvəllərlə bizim üçün çox aydın formada izahına keçək. Məktəbəqədər dövr bilirsiniz ki, uşaqların sağlamlığının, hərəkət qabiliyyətinin və fiziki inkişafının əsasının qoyulduğu bir dövrdür. Yəqin ki, bu fikirlə siz hər biriniz razısınız və bu inkişaf düzgün təşkil edilərsə, əgər biz tərbiyəçi müəllimlər bu inkişafı düzgün təşkil edəriksə, uşaqda hansı inkişaf baş verəcək? Birinci, uşaqların bədən quruluşu düzgün formalaşacaq. İkincisi, orqanizm möhkəmlənir. Üçüncüsü isə daxili orqanların fəaliyyəti əlbəttə ki, yaxşılaşır. Yəni, əgər sizə bir sual gələrsə ki, fiziki inkişafla bağlı biz qarşıya qoyulan məqsədlərə nail olsaq, biz uşaqda hansı inkişafı təmin edə bilərik? Bu, həmin bədən quruluşunun düzgün formalaşması, orqanizmin möhkəmləndirilməsi və daxili orqanların fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı olacaq. Və baxaq daha detallı görək, fiziki inkişafın komponentləri hansılardır? Mən sizə fiziki inkişafın komponentləri ilə bağlı, xüsusiyyətləri ilə yəni bağlı bir cədvəl tərtib etmişəm. Gəlin baxaq. Biz bayaq nə dedik? Dedik ki, böyük motor bacarıqları bura daxildir fiziki inkişafa, kiçik motor bacarıqları daxildir və sensor motor bacarıqları daxildir. İndi baxaq müəllimlər, böyük motor bacarıqları deyəndə biz nəyi nəzərdə tuturuq? Bura qaçış, tullanma, top oyunları, topla oyunlar, bunlar daxildir. Və əzələləri bəs həmin oyunlar əsasında, böyük motor bacarıqlarına xidmət edən oyunlar, hərəkətlər əsasında uşaqda nə formalaşır? Əzələlər möhkəmlənir,
ümumi koordinasiya inkişaf eləyir. Böyük motor deyəndə daha çox ayaqla olunan hərəkətlər nəzərdə tutulur. Kiçik motor bacarıqları deyəndə isə biz nəzərdə tuturuq əllə olan hərəkətləri. Baxın, kiçik motor bacarıqları cədvəldə qarşısına qeyd etmişik. Rəsm çəkmək, tikmək, incə əşyaları tutmaq. Bu nədir? Əllərlə olan hərəkətlərdir, əllərlə olan həyata keçirilən fəaliyyətlərdir. Və beləcə də kiçik motor bacarıqlarını inkişaf etdirəndə biz nəyə xidmət etmiş oluruq, nəyə fayda vermiş oluruq? Əllərin dəqiqliyi və çevikliyi artır. Və davam eləyək. İkinci, daha doğrusu üçüncü motor bacarığı nə idi? Sensor motor bacarığı biz deyirdik. Nə idi sensor motor bacarığı? Sensor motor bacarığı obyektləri tanımaq, fərqli toxumaları, materialları, səthləri ayırmaq. Yəni hissiyatla bağlı. Deyək ki, uşaq toxunacaq yumşaq bir səthə, yastığa deyək ki, bir nümunə olaraq və onun yumşaq olduğunu qavrayacaq. O nə ilə bunu qavradı? Əli ilə toxunaraq, təmas edərək həmin yastığa yumşaq olduğunu qavradı və bu zaman onda sensor motor bacarığı yaranır. Və beyin hissiyatla bağlı olan məsələlərə bir növ reaksiya verir ki, bu yumşaqdır. Və yaxud ola bilər ki, isti suya toxunur əli ilə. Orada nə hiss edir uşaq? Görür ki, su istidir. Əli ilə onu hiss edir və beyinə siqnal gedir ki, bu istidir və yaxud qaynardır. Və hissiyat formalaşır uşaqda ki, bu istidir, bu yumşaqdır və beləcə uşaqlar başlayırlar öyrənməyə. Daha sonra davam eləyək. Baxaq görək ki, ikinci bir tərəfi, sağlamlıq və sağlam həyat tərzi. Uşaqlarda sağlam həyat tərzinin təmin olunmasını bəs biz necə təmin edə bilərik bu fiziki inkişaf sahəsinin qaydalarına uyğun olaraq? Gəlin baxaq, burada hansı məsələlər var? Birincisi, sağlamlıq və gigiyena məsələləri qeyd olunub təhsil kurikulumundakı sənəddə. İndi gəlin bunu biraz da açaq. Görək bura hansı fəaliyyətlər daxildir ki, biz tərbiyəçi müəllimlər uşaqları məktəbə qədər təhsil müəssisəsinə qəbul edərkən onlarda sağlamlıq və gigiyena ilə bağlı hansı vərdişləri, hansı fəaliyyətləri formalaşdırmalıyıq? Birincisi, gündəlik sanitar gigiyenik qaydalara əməl etmək gəlir. Sanitar gigiyenik qaydalar deyəndə biz nəyi nəzərdə tuturduq? Yəni, əlləri yumaq, dişləri fırçalamaq kimi gündəlik vacib vərdişlər. İkincisi gəlir təmiz havada oynamaq. Yəni, təmiz hava ilə təmas. Yəni, bilirsiniz ki, təmiz hava insan orqanizminin inkişafı üçün çox vacibdir. Və günəş vannaları qəbul etmək. Günəş vannaları, yəni günəş şüalarından düzgün faydalanmaq, yəni hava əgər yaxşıdırsa, xoşdursa biz uşaqları həyətə gəzməyə çıxarırıq. Yəni, onlar günəş qəbul edirlər, günəş şüasından qəbul edirlər və bu da D vitamininə xüsusilə xidmət eləyir, orqanizmdə D vitamininin formalaşmasına. Həmçinin su prosedurlarına əməl edirik, ilıq duş qəbul etmək, həmçinin üzmək bura daxildir. İndi gəlin baxaq ki, sağlamlıq və sağlam həyat tərzinin ikinci bir tərəfi nə idi? Bura nə daxil ola bilər? Əlbəttə ki, qidalanma. Yəni, bizə sual gələndə ki, sağlam və sağlam həyat tərzini formalaşdırmaq üçün, sağlamlığı formalaşdırmaq üçün, uşaqlarda sağlam həyat tərzinin təmin olunması üçün nələrə diqqət etməliydik? Biz deyirdik ki, sağlamlıq və gigiyenaya, daha sonra deyirik ki, qidalanmaya əməl etməliyik, düzgün qidalanmaya əməl etməliyik. Və düzgün qidalanma deyəndə də biz nəyi nəzərdə tuturuq? Zulal, vitamin və mineral baxımından zəngin və balanslı qidalanma. Əlbəttə ki, bura daxildir və gün ərzində bilirsiniz ki, biz kifayət qədər su içməliyik. Yəni, uşaqlar kifayət qədər su içməlidirlər. Həmçinin, mən sizə bir şey də qeyd edeyim ki, bu düzdür, sizə ətraflı bir məlumat verir fiziki inkişaf sahəsi haqqında. Bu izahım sadəcə sizə testlərdə kömək etməyəcək. Bu, həm də sizə müsahibə zamanı da kömək ola bilər. Müsahibə zamanı bu məsələlər haqqında da sizə suallar gələ bilər. Yəni, İzahlar həmçinin həm testlərin həll olunmasına, həm də müsahibə zamanı daha dolğun, daha düzgün cavablar verməyimizə xidmət eləyir. İndi gəlin davam eləyək. Baxaq, daha başqa nəyi təmin etməliyik? Uşaqlarda fiziki aktivliyi təmin etməliyik. Yəni, həftəlik gimnastika saatlarımız olur da bizim və səhər hərəkətləri olur. Yəni, bunu işləyən müəllimlər əlbəttə ki, tətbiq edirlər. Onlar daha yaxşı bilirlər bunu. Və açıq havada aktiv oyunlar, qaçış məsələn biz təşkil edirik. Bu da onların fiziki aktivliyini, əlbəttə ki, uşaqların fiziki aktivliyini artırır.
Həmçinin vacib məsələlərdən biri də nə idi? Sağlam həyat tərzi ilə bağlı düzgün gün rejimi. Düzgün gün rejimi nə idi? Yəni uşaq vaxtında yatmalıdır, vaxtında yuxudan oyanmalıdır, yuxusunu almalıdır ki, normal böyüsün, yaxşı inkişaf etsin. Asudə vaxtın təşkili olmalıdır. Təlim fəaliyyətlərinin balanslı təşkili olmalıdır. Yəni biz uşağı ancaq məşqələ ilə yorula bilmərik və yaxud ancaq gimnastika etdirə bilmərik. Biz həm aktivliyi təmin etməliyik, uşaq həm hərəkətli olmalıdır, həm məşğələlərdə bir növ beynini işlətməlidir, həm bədənini işlətməlidir. Bax belə. Və davam eləyək. İndi baxaq, burada başqa fiziki inkişaf və sağlamlıqda daha hansı məsələlər var idi? Burada təhlükəsizlik və təhlükələrə hazırlıq da var idi. Məsələn, biz qeyd eləmişdik ki, fiziki inkişaf və təhlükəsiz həyat vərdişlərini formalaşdırmaq üçün baxırıq nəyə? İndi biz daha çox müzakirə etdik fiziki inkişafı, sağlamlığı müzakirə etdik, gigiyenanı müzakirə etdik. Axı bura bizim birinci məzmun xəttimizə, birinci inkişaf sahəmizə təkcə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, sağlamlıq daxil deyildi, həm də bura təhlükəsizlik də daxil idi də. Birinci məzmun xəttində uşaqların təhlükəsizliyinin qorunması, təhlükəli şəraitlərdə necə hərəkət etmək lazım olmaq barədə də məlumatlar var idi. İndi gəlin bu hissəyə baxaq ki, bəs birinci məzmun xəttinə, birinci inkişaf sahəsinə uyğun olaraq təhlükəsizliyi və təhlükələrə hazırlığı biz necə təmin edə bilərik? Bura nələr daxildir, bura nələr aiddir? Birincisi, yol hərəkəti qaydaları çıxır bizim qabağımıza. Siz həmin sənəddə də görürsünüz məktəbə qədər təhsil kurikulumunda ki, burada yol hərəkəti qaydalarına əməl etmək məsələsi var. Piyadalar hərəkət qaydalarını bilməlidir. Yəni uşaq piyada ikən hərəkət qaydalarını bilməlidir ki, piyadalar yoldan istifadə edərkən hansı hərəkət qaydalarını bilməlidirlər, yol hərəkət qaydalarını və işıqforun rənglərini və mənalarını anlamalıdırlar. Yəni bilməlidirlər ki, yaşıl işıq nə üçündür, qırmızı işıq nə üçündür, sarı işıq nə üçündür. Bu artıq məktəbə qədər yaşda öyrənilməlidir. Həmçinin ekstremal vəziyyətlərə hazırlıq. Ekstremal vəziyyət deyəndə, yəni biz nəyi nəzərdə tuturuq? Yəni ilk ağlımıza gələn nə olur? Yanğın, zəlzələ, məsələn, və digər təbii fəlakətlər zamanı necə davranmaq lazım olduğunu uşaq bilməlidir. Yəni 112 çağrı mərkəzinə müraciət etməyi, təcili yardım çağırmağı, 103-ə zəng etməyi, biz bunları məktəbə qədər yaş dövründə uşaqlara izah etməliyik və həmçinin də hamımızın çox yaxşı bildiyi məişət təhlükəsizliyi var burada. O da kəsici və yandırıcı əşyalardan ehtiyatla istifadə etməyi biz uşaqlara öyrətməliyik. Ən azından məsələn elektrik cihazlarına toxunmamaq, yəni məişətdə təhlükəsizlik nə deməkdir? Yəni kəsici alətlərdən, bıçaqdan istifadə etmək düzgün və məsələn yandırıcı əşyalara qarşı ehtiyatlı olmaq, onlarla düzgün davranmaq. Yəni bu məsələlərin təhlükəli olduğu barədə biz uşaqlara həm məlumat veririk, həm də onlarla düzgün davranış qaydalarını da əlbəttə ki uşaqlara izah eləyirik. Deməli, birinci bizim məzmun xəttimiz, birinci inkişaf sahəmiz olan fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik barədə detallı şəkildə mən istədim sizə məlumat verim və davam eləyərək baxaq ki, onu qeyd eləyək ki, yəni bütün indiyə qədər müzakirə elədiyimiz, öyrəndiyimizi, izahımızda öyrəndiyimizi ümumiləşdirsək, nə görürük burada? Görürük ki, məktəbə qədər dövr, yəni məktəbə qədər yaş dövrü uşaqların sağlamlığının, fiziki inkişafının və təhlükəsiz həyat vərdişlərinin formalaşdığı ən vacib mərhələlərdən biridir. Və bu dövrdə bizim həyata keçirdiyimiz sistemli, yəni dərslər zamanı, məşğələlər zamanı həyata keçirdiyimiz sistemli, məqsədyönlü fəaliyyətlər uşaqlarda həm düzgün bədən quruluşunun, güclü immun sisteminin və hərəkət bacarıqlarının inkişafına şərait yaradır. Yəni biz məşğələlərimizdə uşaqlara deyək ki, gimnastika keçiriksə, onların bədən quruluşunun formalaşmasına dəstək vermiş oluruq. Həyat bacarıqları onlarda əgər formalaşdırırıqsa, deyək ki, təhlükəsizlik qaydalarına riayət etməyi öyrədirik və s. və ilaxır. Eyni zamanda, həmçinin burada əsas məsələlərdən biri də biz bayaq gigiyenanı qeyd elədik. Sanitar gigiyenik qaydaları uşaqlara öyrədirik, onlara əməl etməyi, dişləri fırçalamaq, əlləri yumaq və balanslı qidalanmaq, yəni düzgün qidalanmaq ki, qidanın tərkibi zülal, protein və mineralla zəngin olsun. Həmçinin aktiv qalmaq, fiziki aktiv qalmaq və düzgün gün rejimi
rejiminə riayət etmək də, yuxu rejiminə, yuxu saatlarına riayət etmək də uşaqların sağlam həyat tərzi vərdişlərini əlbəttə ki, möhkəmləndirir. Və təhlükəsiz davranış qaydalarının mənimsənilməsi isə uşaqların həm gündəlik həyatda, həm də fövqəladə, yəni ekstremal vəziyyətlərdə, fövqəladə hallarda özlərini qoruya bilmə qabiliyyətlərini artırır, formalaşdırır. Bu baxımdan fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi məktəbəqədər təhsilin əsas istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb eləyir. Və izahımızın sonunda mən sizə istəyirəm ki, bir neçə refleksiya sualı təqdim eləyim və onu da qeyd eləyim ki, əziz müəllimlər, hörmətli tərbiyəçi müəllimlər və müəllim olmaq istəyənlər, bu PDF-i, mənim sizə izah etdiyim bu detallı PDF-i əldə etmək üçün mənim WhatsApp ünvanıma yaza bilərsiniz. WhatsApp ünvanım 055 933 55 75. Bu nömrəyə yazmaqla bu PDF-i və bu PDF əsasında tərtib etdiyim testi pulsuz olaraq, ödənişsiz olaraq əldə eləyə bilərsiniz. Yazmağınız kifayətdir və sonda istəyirəm ki, bugün keçdiyimiz mövzuya dair bir refleksiya eləyək. Refleksiya suallarını mən bura qeyd eləmişəm ki, görək biz bugün nə öyrəndik. Həmçinin bu sualların cavabını da siz baxıb, məsələn, bizim YouTube-da bu dərs yerləşdiriləndən sonra, izah yerləşdiriləndən sonra bu sualları, indi gördüyünüz bu sualları, sondakı sualları, mövzuya aid olan suallara cavabları şərhlərdə yaza bilərsiniz. Birinci sualımız, gəlin bir neçə sualımıza buradan baxaq ki, görək bugün təkrarlayaq, nə öyrəndik. Məktəbəqədər təhsilin məzmununda neçə inkişaf sahəsi qeyd olunub? Əziz müəllimlər, biz nə demişdik? Onlar hansılardır? Məktəbəqədər təhsilin məzmununda, kurikulumunda biz qeyd eləmişdik ki, 4 əsas inkişaf sahəsi var. Birincisi, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi. İkincisi, idrakin inkişafı. Üçüncüsü, estetik və yaradıcı inkişaf və dördüncüsü, sosial, emosional inkişaf. Və indi gəlin baxaq. Biz qeyd eləmişdik ki, fiziki inkişaf düzgün təşkil olunarsa, uşağın orqanizmində hansı müsbət dəyişikliklər deyək ki, baş verir? O müsbət dəyişikliklər baş verir ki, bədən quruluşu düzgün formalaşır, orqanizm möhkəmlənir, bax, bura qeyd etmişəm. Daxili orqanların fəaliyyəti yaxşılaşır. Və həmçinin, gəlin baxaq növbəti suallara. Siz burada ekranı saxlayıb, suallara baxa bilərsiniz və onlara cavabları, şərhləri də qeyd edə bilərsiniz və həmçinin bu PDF-i əldə etməklə özünüz də bu sualları cavablandıra bilərsiniz. Eləcə də testi də bu mövzuya uyğun tərtib elədiyim qəbul tipli testi də əldə edə bilərsiniz. WhatsApp ünvanına yazmaqla və WhatsApp ünvanını qeyd edeyim 055 933 55 75. İndi gəlin baxaq üçüncü suala. Fiziki inkişafın neçə komponenti var və onlar hansılardır? Biz qeyd eləmişdik ki, fiziki inkişafın 3 komponenti var. Birincisi böyük motor bacarıqları, ikincisi kiçik motor bacarıqları və üçüncüsü də sensor motor bacarıqları. Və mən növbəti sualları saxlayıram sizin üçün, siz davam eləyin və sonda kursumuz haqqında, dərslərimiz haqqında bir də qısa məlumat verim ki, bizim dərslərimiz həftədə 2 dəfə keçirilir, onlayn və interaktiv şəkildə təşkil olunur, kiçik qrup formatında çalışıram dərsləri təşkil edim ki, hər kəs sakit, rahat və sual verməyə açıq bir mühitlə təmin olunsun və həmçinin dərslərə, onlayn dərslərə qeydiyyat üçün mənə WhatsApp ünvanına yaza bilərsiniz və WhatsApp nömrəmiz 055 933 55 75. Eləcə də bu izahı, bu düzgün, detallı izahı mənə yazaraq, WhatsApp-a yazaraq əldə edə bilərsiniz PDF formatında. Onu da qeyd edeyim ki, bu PDF-in bir üstünlüyü də ondan ibarətdir ki, burada çox asan, anlaşılan bir şəkildə qeyd olunub. Bizim birinci inkişaf sahəmiz olan fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi. Ola bilər ki, siz məktəbəqədər təhsilin kurikulumunun sənədini endirmisiniz. Orada oxuyursunuz, amma bəzi şeylər sizin yadınızda qalmır. Amma burada cədvəllər şəklində, detallı şəkildə hər bir şey bu PDF-də sizin üçün qeyd olunub və bir dəfə oxumaqla çox asan şəkildə yadda saxlayacaqsınız. Və mən sizin hər birinizə uğurlar arzulayıram. Növbəti dərsimizdə biz ikinci inkişaf sahəmiz olan idrakin inkişafı haqqında hissənin izahını
bu formatda verəcəm və ona dair PDF-i də, testi də əlbəttə ki, əldə edə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Dərslər haqqında məlumat almaq üçün qeyd etdiyim WhatsApp əlaqə nömrəsi ilə məndən əlaqəyə keçə bilərsiniz. Sistemli olaraq dərslərin ödənişsiz izahını isə mən sizə gündəlik olaraq YouTube kanalımda yükləyəcəm. YouTube kanalım Çimnaşıq Verdiyeva yazmaqla tapa bilərsiniz. Bütün materiallar həmin YouTube kanalında yerləşdirilir. Təşəkkür edirəm əziz müəllimlər. Hər birinizə uğurlar arzulayıram miq və sertifikasiya imtahanında və gəlin bir yerdə öyrənək, özümüzə inamla, dəstək olaraq və əlbəttə ki, yorulmadan. Hər birinizə uğurlar.